Hamilə qadınlarda qəfil yaranan nəfəs darlığının səbəbi pulmoner tromboemboliya ola bilər. Hamiləlik dövründə pulmoner emboliyanın riski artmaqdadır. Bu dövrdə pulmoner emboliya diaqnozu üçün istifadə olunan müayinə vasitələri həm embrionun, həm də ananın süd vəzi toxumasının radiasiya məruz qalması baxımından xüsusi çətinliklər yaradır. Bundan əlavə, D-dimer testi hamiləlik zamanı çox vaxt müsbət olur. Buna görə də diaqnostik dəyəri yoxdur. Hamiləlik dövründə istifadə oluna biləcək etibarlı klinik risk dəyərləndirmə kriteriyaları da mövcud deyil. Beynəlxalq protokollara əsasən belə yanaşma tətbiq olunur. İlk öncə abdomen qorunaraq ağciyər rentgeni çəkilməlidir. Ağciyər rentgeni normal olan və xroniki obstruktiv xəstəliyi və ya aktiv astması olmayan hamilə qadınlarda ventilasyon perfüzyon sintiqrafiyası çəkilməlidir. Əgər ağciyər rentgenində anormallıq aşkar edilərsə və bu dəyişiklik pulmoner emboliyadan başqa səbəblə izah oluna bilmirsə, o zaman kontrastlı kompüter tomoqrafiya seçilməlidir. Məqsəd düzgün diaqnoz qoyarkən ananı və körpəni ionizasiya radiasiyadan qorumaqdır.